Lənət etmək kafir demək kimidir? Günahı. Lənət etməyin günahı kafir deməyin günahı kimidir? Peyğəmbər sallallahu aleyhi ve sellem bir hədisdə gəlib ki, ta'nul mu'mini bil kufri kə qatlihi. Möminə kafir demək, onu öldürmək kimidir. Başqa rəvayətdə gəlib ki, ramyul mu'mini bil lə'ni kə qatlihi. Bir möminə lənət etmək, onu öldürmək kimidir. Deməli, lənət etmək olmaz. Lənət etmək böyük günahlardandır. Böyük günahlar, Allah qorusun. Həmçin Peyğəmbər sallallahu aleyhi ve sellem ki, leysəl mu'minu lə'anən və lə ta'anən və ləl fəhiş və ləl bəzi. İki mömin lənət edən, sonra təni edən, sonra pis sözlər danışan və fuhuş işlərlə məşğul olan olmalı deyil. Yəni, mömin lənət edən, sonra tən edən, pis sözlər danışan və fuhuş işlərlə məşğul olan olmaz. Bu, möminə yaraşmır. Yəni, ona görə kim əgər bu belə işlərlə məşğulsa, yəni mömindir, namaz qılır, ibadət edir, amma yəni, onun belə deyək də, əyri işləri var. Vallahi bilsin ki, Allah fədah eləyəcək. Allah əmrini açıb insanlara göstərəcək. Hətta qalanın dibində eləsə belə. İnsanlar xəbər tutacaq ondan. O alimlər biri deyir ki, əgər Allah istəsə, sizdən biriniz deyir, evin covfunda, içində günah edər və çıxanda görər ki, artıq insanlar onun günahından danışırlar. Yəni, nəyə görə bu belədir? Çünki o, yəni Allahın əlində olandır. İnsan bir dəfə edir, Allah Taala gizlədir. İki dəfə edir, Allah gizlədir. Allah sittir sifəti var, sittir olan ismi var. Amma artıq 2, 3, 4 artıq insanlar xəbər tutur. Hətta bəziləri elə bilir ki, kimisə xəbəri yoxdur onun. İnsanların xəbəri yoxdur. Gəzir insanlar, amma insanlar bilir ki, bunun fasiq əməlləri var. Sadəcə insanlar ona əhəmiyyət vermir. Nə deyəcəklər? Deyəcəksən, fasiqsən, fasiq əməllərlə, fuhuş işlərlə məşğulsan. Başa düşdünüz necə? Ona görə yəni insan ya Allahdan qorxsun. Vallahi heç kimə pislik eləyə bilməz. Heç kimə lap lənət eləsin də, söhbət lənət eləməkdən gedir. Lap fuhuş sözlər danışsın. Heç kimə zərər yetirə bilməz. Allah yazandan artığını. Vallahi insan özünə zərər verir. Nə qədər insan o işlərlə məşğuldur, Allah Taala alçaldacaq onu. Ona görə Umar radiyallahu anh'ın vaxtında bir nəfər cavan oğlan oğurluq edir. Umar radiyallahu anh əmr edir ki, əlini kəssinlər. Və sahabələrdən bir neçə nəfər insanlar xahiş edir. Deyirlər ki, əmirəl-müminin, bəlkə deməyəsən. O deyir, hələ cavandır, cavan oğlandır, deyir. Deyir ki, xeyr, bu deyir, artıq onun deyir, neçənci günahıdır, deyir. Deyirlər, bir dəfə, 2 dəfə olsaydı, Allah mütləq ötəsidir, deyir. Yəni, Allah heç vaxt açmayasıydı onu. Allahın rəhmətinə, Allahın qüdrətinə. Deyir, o deyir, artıq neçə dəfə edib ki, Allah insanlara açıb yayıb onu. Yəni, bu artıq fəsad edib. Ona görə insan həmçinin mömin, gərək mömin olsun. Həmçinin insanlar, əgər sən ibadət əhlisənsə, insanlar sənə fikir verir. Və insanlar sənə deyirlər ki, bu mu mömin, bu mu islah əhli? Və onda insan əgər yəni, o işlərlə məşğul, pis sözlər danışır, pis sözlər, pis əməllər edir, bu şəkildə digər insanlar namaza, ibadətə nifrət edirlər. Muaz radiyallahu anhu hətta uzun namaz qıldıranda bir kişi inciyib çıxıb gedir ki, nəyə görə uzun qıldırır? Bəqərəni oxuyurdu işa namazında. Nə edir? Peyğəmbər sallallahu aleyhi ve sellemə xəbər çatır ki, belə edib Muaz. Deyir ki, sən fitnəkarsan, ey Muaz. Əfəttənun əntə ya Muaz. İnnə minkum münəffirin. Sizdən insanlara nifrət elətdirənlər var. Əgər kim Allahın dinini insanlara nifrət elətdirirsə, öz ibadəti ilə, yəni bu yandan ibadət edir, o yandan da yəni, pis işlərdən qalmır. Bilsin ki, Allah belini qıracaq onu. Çünki Allahın dinindən xələl gətirməyi, zərər gətirməyi Allah sevmir. Bir vaxt gələcək, elə bir bəla yaxalayacaq, onu altından çıxamayacaq. Həmçinin insan, mömin xüsusən, məsələn, mömin iman əhlidir. İman əhli Allaha təvəkkül edən, ədəbli, əxlaqlı, imanı ilə insanlara nümunə olan, insanlara yardım edən, kömək olan, insanların əlindən tutan,
Bu mömin odur əsl. Yoxsa yəni subhanallah lazım. İnsanlar sənə baxanda Allahı yada salmırlarsa, sənə baxanda nifrət edirlərsə deyinə, vay bizim halımıza onda. Vay bizim halımıza ki, biz elə Allahın dinini təmsil edənlərik. Vay. Ona görə bax, İslamda həmişə elə insanlar olub əslində. Amma həmçinin müqabilini deyək ki, heç vaxt elə insanlara baxıb gələn insanlar namazı, ibadət tərk etməsinlər. Çünki ibrət insanlarda deyil, ibrət dindədir. Yəni biz dinimizə, peyğəmbərimizə baxıb, sahabələrimizə baxıb ibrət almalıyıq. Çünki Allah Azze ve Celle bizə insanların adını çəkməyib, deyib, get onlardan ibrət alın. Nə deyib? وَمَنْ يُشَاقِقِ الرَّسُولَ مِنْ بَعْدِ مَا تَبَيَّنَ لَهُ الْهُدَى وَيَتَّبِعْ غَيْرَ سَبِيلِ الْمُؤْمِنِينَ نُوَلِّهِ مَا تَوَلَّىٰ وَنُصْلِهِ جَهَنَّمَ وَسَاءَتْ مَصِيرًا. Kim Allah Resulü'nün yolundan üz döndərib, möminlərdən başqasının yoluna gedərsə, yoxsa möminlərin yolu xeyirli yoldur. Ümumi möminlər ibrətli yoldur. Amma görürsən, o möminlərin içində insanların fərdləri ibrət deyil. Yəni ki, Allah Azze ve Celle deyir ki, لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللّٰهِ أُسْوَةٌ حَسَنَةٌ لِمَنْ كَانَ يَرْجُ اللّٰهَ وَالْيَوْمِ الْآخِرِ. Sizdə Allah Rasulunda, yəni Allahın elçisində, Muhammeddə sizin üçün gözəl nümunələr var, ibrətlər var. Necə olub, əxlaqı necə olub, təvəkkülü necə olub, rəftarı necə olub insanlarla, bu şeylərə baxmaq lazım, mütləq. Çünki əgər kim bunun üzərində yaşasa, o xoşbəxt adamdır. Amma kim yox, yəni çünki çoxu vaxtı insanlar yalan danışır. Nəyə görə yalan danışır? Dünya malına görə, pula görə. Sən o yalan danışmasan da o pul gələcək sənə. Sən sadəcə öz zülmünü artırırsan, yəni insan sadəcə öz zülmünü artırır vallahi. Sən o allatmasan da o gələcək sənə. Sadəcə sən özünü həlak edirsən, vallahi. Ona görə insan Allahdan qorxsun gərək. Yəni pis əməllərdən çəkilsin, xüsusən sual verən nə idi? Lənət eləmək, vallahi lənət eləmək. Əgər mömin lənət edirsə, nə ibrətamiz mömin ola bilər ki? Hansı ibrət alınardı ki ondan? Yəni durur, oturur lənətli. Bu insan onu lənətləyən sabah öz övladını lənətləyəcəksən.